Herkese salam. Xurşudbanu Natəvan əsəri iri həcmli bir əsər olduğuna görə bu əsəri müəyyən hissələrlə çəkdik və kanalımıza yerləşdirdik. Ümid edirəm ki, bu izahlar sizin üçün faydalıdır. Artıq biz 15-ci şəkildəyik. Əvvəlcə məktəb dərsliyində verilən hissənin izahına baxdıq. Daha sonra isə 3-cü qrup, yəni 3-cü bloka hazırlaşanlar üçün Dimin verdiyi əlavə hissənin izahını çəkirik və artıq son videodayıq. 15-ci şəkildə Xurşudbanının malikanəsi. İşıq yananda Xurşudbanu, biz 14-cü şəkildə qalmışdıq. Çaşdım. Biz 13-cü şəkillə bitirdik. İndi isə 14-cü şəkillə davam edirik. Qala rəisinin otağı. Biz bayaq gördük ki, Xurşudbanu artıq canişinlə görüşə gedir və 14-cü şəkildə davam edirik ki, qala rəisinin otağı Tiflisdən gəlmiş canişin və Xurşudbanu burada görüşürlər qala rəisinin otağında. Canişin deyir ki, əlbəttə, Fərəc bəy sizin sarayınıza gəlməkdə qəbahət iş tutub. Yəni Fərəc bəy canişin deyir ki, səhv edib sizin sarayınıza gəlib. Siz də onu pis cəzalandırmamısınız. Xurşudbanu ona sillə vurmuşdu. Ona görə deyir ki, siz onu pis cəzalandırmamısınız. Amma bəla orasındadır ki, həmin həbs olunan adamlar, yəni Seyid Hüseyin tutublar, məsələn, müəyyən kimlərsə tutublarsa, haqqında bütün məlumatı sizin öz millətinizdən, hətta öz zadəgan sinfinizdən olan adamlar verib. Yəni deyir, bəla orasındadır ki, bunu canişin deyir Xurşudbanuya ki, sizin öz içinizdədir bu insanları satanlar, satqınlar. Xurşudbanu da deyir, knyaz, bilirsiniz ki, namuslu adam heç vaxt bu dərəcədə alçaqlıq eləməz. Canişin də deyir, doğrudur, mən sizə inanmaya bilmirəm. Lakin o məlumatların yalan olduğuna Əlahəzrət İmperatoru canişin deyir, mən sizə inanıram. Amma İmperatoru o məlumatların yalan olduğuna inandırmaq çətindir. Kim idi? O məlumatları verən satqın Zahir bəy idi. Axı bizdə məxfi şöbə də var. Vəliəhdin öldürülməsinin siyasi nəticəsi biz gözləyən kimi oldu. İran şahı bizi ittiham edir. Mən əvvəlki videoda bunu əhatəli şəkildə izah etmişəm ki, burada məsələ nədir? Məsələ əslində İran şahzadəsi öz qardaşını öldürəcəkdi. Ona görə Şimali Azərbaycana qaçmışdı. Amma indi İran şahına bəhanə lazımdır Rusiya üzərində böhtan atmaq üçün. Ona görə də deyir, elə biz gözləyən kimi oldu da siyasi nəticəsi İran şahı bizi ittiham edir. Yəni günahkar bilir qardaşının ölümündə. Əlahəzrət hökumətinin bu işdə günahı olmadığını sübut etmək üçün günahsız adamları badi fənaya vermək olar. Knyaz Xurşudbanu soruşur ki, yəni siz imperatorun günahı olmadığını sübut eləmək üçün günahsız adamları tuta bilərsinizmi? Canişin də deyir ki, hər şey diqqətlə öyrəniləcək. Həbs edilən şəxslər, hətta siz özünüz də bu dəqiqə düşmənçilikdə, imperatora qarşı düşmənçilikdə təqsirləndirirsiniz. Axı Zahir bəy demişdi ki, Xurşudbanının təşkil etdiyi məclisi üns siyasi bir ocağa çevrilib. Onlar azadlıqdan danışırlar. Ona görə deyir, hətta siz özünüz də təqsirləndirirsiniz. Xurşudbanu da deyir ki, vətən, millət xainləri sizə dürüst məlumat verməyiblər ki, Niyaz. Bəs dürüstlüyü nədən ibarətdir Banu bəyim? Biz istəyirik ki, Cənubi Azərbaycanlılar qəddar İran şahlarının zülmündən azad olsun. Biz öz qan qardaşlarımızla birləşmək istəyirik. Deməli, məsələ budur ki, Xurşudbanu deyir, biz istəyirik, burada əslində Xurşudbanu Rusiyanı yox, Şimali Azərbaycanı yox, burada daha çox Cənubi Azərbaycanın azadlığından danışırıq İlyas əfəndi. Biz onu da bilirik ki, tək-tək caniləri qətlə yetirməklə bu böyük amala yetə bilmərik. Bu böyük döyüşə isə gücümüz çatmır, bizə kömək eləyən yoxdur. Yəni, o deyir ki, biz deyir, İstəyirik ki, Cənubi Azərbaycanlıları İran şahının zülmündən xilas eləyək. Amma bunu da bilirik ki, yəni bir nəfəri öldürməklə iş düzəlməz də. Bizə döyüş lazımdır. Amma döyüşə də bizim gücümüz çatmır. Bizə kömək eləyən yoxdur. Canişin deyir, mən sizi başa düşürəm Banu bəyim. Çox təəssüf ki, beynəlxalq vəziyyətin indiki halında imperator həzrətləri sizə kömək eləyə bilməz. Yəni İranla zaten Azərbaycanı öz arasında bölüblər. İndi imperator ona heç bir kömək eləyə bilməz, yəni Cənubi Azərbaycanlılara. Arzular müxtəlif olduğu qədər də ziddiyyətlidir. Yəni sizin arzularınız bir ziddiyyətlidir. Belə bir şey yəni mümkün deyil. Deyirlər sizin yazıçılar, ziyalılar hər cür mütləqiyyətin əleyhinədirlər. Yəni imperiyanın əleyhinədirlər sizin yazıçılar. Axı Cümhuriyyət məsələn qədim Romaya hansı xoşbəxtliyi bəxş etdi? Yəni demokratiya dedikləri Cümhuriyyət deyir, hansı xoşbəxtliyi gətirdi? Dostları Sezarı öldürdülər ki, yəqin ki, bu imperator falan, üçüncü qruplar bunu anlayır ki, bunlar nə deməkdir? Mütləqiyyət var, bir də bu demokratik ölkələr var. İmperator deyir, elan etmək istəyir deyə Sezarı öldürdülər. Amma Sezardan sonra bir-birlərinə tutuşaraq xalqı qırğına verdilər. Fransızlar 16-cı Ludovikin başını gilyotinaya qoydular ki, respublika istəyirik. Yəni respublika istəyirdilər deyə 16-cı Ludoviki öldürdülər. Amma gətirdikləri həmin qurduqları respublikaçıları özləri xalqa divan tutdular. Yəni Canişin bir qədər burada demək istəyir ki, axı Cümhuriyyət kimə nə verib ki, siz də o Cümhuriyyət istəyirsiniz?
Xurşudbanu da deyir ki, şəxsiyyət, vicdan azadlığı olmayan yerdə hansı həyatdan danışmaq olar? Yəni Xurşudbanu deyir ki, əslində cümhuriyyət də vicdan olmayan yerdə lazım deyil də. Əsas məsələ vicdan olmalıdır. Əgər xalq öz müqəddəratının sahibi deyilsə, onun dühası, cəsurluğu nə edə bilər? Yəni bizim xalqımız öz müqəddəratının sahibi deyil, işğal altındadır. Siz zərif bir şairəsiz. Banu bəyim, həyatın sərt üzünü görməmisiniz. Xalq sizə əlvan buludlar üzərində uçan mələklər kimi görünür. Əslində bu dialoqu mən oxşadıram həm də İran şahzadəsi ilə Xurşudbanının dialoqunda da İran şahzadəsi deyirdi ki ona, xalq deyir qara güruhdan ibarətdir ki, güclü hökmdar olmasa onları idarə etmək olmaz, cinayətkarlardan, qara güruhdan ibarətdir. Canişin də Xurşudbanuya deyir ki, siz deyir xalq sizə mələklər kimi görünür. Xurşudbanu da ona deyir ki, knyaz, mən xan qızı əminəm ki, əgər şeytanlar, mənsəb düşkünləri olmasaydı, zəhmətkeş xalqın doğrudan da mələk olduğuna inanardınız. Yəni Xurşudbanu xalqın yanında olan biridir. O düşünür ki, xalq həqiqətən də mələkdir. Satqınların, rəzil, ikiyüzlərin qurduqları hilə fəsadları, istedadlı, namuslu, mərd insanlara güc gəlməsi məni yandırır knyaz. Canişin dərindən nəfəs alaraq deyir, etiraf edirəm ki, sizin sözlərinizdə həqiqət var. Deməli, razılaşır onunla. Lakin insanlar bu həqiqətin təntənəsini nə vaxt görəcək? Yəni insanlar sizin dediklərinizi nə vaxt başa düşəcək? Bunu bilmirəm deyir. Bunu haqqında deməkdə, söz deməkdə acizəm. Mən çalışaram heç olmasa sizin rəfiqiniz Seyid Hüseyni azad etdirim. Deyir ki, mən çalışaram ki, heç olmasa, yəni bu tutulanların içində sizin rəfiqiniz, yəni həyat yoldaşınız Seyid Hüseyni azad etdirim. İmperator sizin xətrinizi istəyir, yəni Xurşudbanuya deyir. Xurşudbanu da deyir, knyaz, mən yalnız ərimin təvəqqəsi üçün gəlməmişəm deyir. Mən istəyirəm ki, şahzadənin öldürülməsi Azərbaycanın üzərinə qara kölgə salmasın deyir. Yəni arzuları və istəkləri böyüdür Xurşudbanının. Bayaq da necə ki deyirdim, mən malını kimi bir hissəsini yox, hamısını istəyirəm. Canişin də deyir, mən hər şeydən əvvəl hər şeyin ədalətlə həll olmasına çalışacağam. Əmin ola bilərsiniz Banu bəyim. Xurşudbanu xəfif təzimlə çıxır, işıq sönür. 15-ci şəkil başlayır. Artıq Xurşudbanının malikanəsi işıq yananda Xurşudbanu, Mirzə Ruhullah, Nəvvab, Terbahan yan qapıdan çıxaraq həyəcanlı halda Zahir bəy ilə qarşılaşırlar. Bu həmin satqın Zahir bəydir və şahidlər burada Xurşudbanının yanından çıxmaq istəyirlər. Hansı ki Xurşudbanu artıq sarayındadır. Zahir bəy deyir, salam ağalar, Gəncəyə getmişdim. Baxın, bu satqınlıq etdiyi müddətdə ortadan yox olub. İndi gəlib yalandan deyir ki, Gəncəyə getmişdim. Bu saat faytondan düşürəm. Deyirlər bizim adamların neçəsini, hətta Seyid Hüseyni həbs eləyiblər. Bu nə işdir canım deyir. Axı o yazıqların nə təqsiri var? Xurşudbanu da əsəbi halda deyir ki, yazıq deməyin. Yazıq deyə bu milləti aciz kimi qələmə vermisiniz. Yazıq onları satan namussuz həmvətənləridir. Amma bilmirlər ki, hələ də Zahir bəy satır. Möhnətlə Şahmar gəlirlər bu vaxt. Hansı ki, bayaq ağ çəkdirməyə xahiş eləmişdilər Xurşudbanudan. Şahmar deyir, Hidayət xan başımıza oyun açdı. Hidayət xan da gəlib demişdi ki, mən qoymayacağım. O artıq bizim torpaqlardan keçsin. Çünki onlardan, köçəklərdən vergi alır. Bunu da izah etmişdik. Nə olub deyir, xanın darğası neçə atlı ilə gəlib mil düzünə çəkdirdiyiniz arxın dəhnəsini dağıtdırdı. Fəhlələri də döyə-döyə qovdurdu. Cavan injinləri da az qalmışlar öldürələr. Bir təhər cəmaət əllərindən aldı. Deməli, darğa gəlib bir neçə atlı ilə arxın dəhnəsini dağıdıblar, fəhlələri döyüb qovublar, injinləri da az qalıblar öldürsünlər. Şahmar da deyir ki, sənin əmzadən olduğu üçün əlimiz qolumuz bağlandı, Banu bəyim, tüfəngi götürüb qalxardım at belinə. Yəni Şahmar deyir ki, Hidayət xan sənin əmin oğlu olduğuna görə mən onu öldürmədim, yoxsa deyir öldürərdim. Xurşudbanu da deyir, yoxdur mənim əmzadəm. Hidayət xan mənə də üstündə durduğunuz bu torpağa da yaddır. Yəni xalqa belə zülm eləyirsə o bu torpağa yaddır, düşməndir. Mən xan qızı Xurşudbanu inanmıram öz sinifimin vətən namusuna. Baxın, Xurşudbanu öz sinifinə qarşı, öz sinifinin o deməli ikiyüzlü hiyləgərlərinə qarşı da mübarizə aparır. Deyir, vətən namusuna inanmıram. Bu dəqiqədən etibarən mən onlara yadam. Yəni Xurşudbanu özünü onlarla bir tutmur. Mixaylov gəlir. Daxil olub Xurşudbanuya təzim edir. Hansı ki Fərəc bəyin orada yazırdı. Fərəc bəy əsl Azərbaycanlı olduğu halda təsdiqləyirdi Zahir bəyin dediklərini, amma Mixaylov etiraz eləyirdi. Üzr istəyirəm Banu bəyim, mən öz vəzifəmdən istefa verib, baxın istefa verib gedir. Bu saatdan sonra yola düşürəm. Ancaq mən burada yaşadığım müddətdə sizin xalqınızdan
Elə səmimi hörmət və məhəbbət gördüm ki, içinizdəki bir xaini sizə tanıtdırmadan getməyə vicdanım yol vermədi. Gəlib deyir, mən artıq əvvəllər öz vəzifəsinə görə sata bilmirdi. Yəni Zahir bəyin iç üzünü Xurşudbaniyə deyə bilmirdi vəzifəsi gərəyi. Amma indi artıq vəzifəsinə istefa verdiyinə görə deyir, xalqın mənə elədiyi yaxşılıqlara burada yaşayanda sizin xalqınızı o qədər çox istəyib ki, Mixailov bizim xalqımızı, ona görə də deyir ki, mən özümə borc bildim ki, gəlim bir satqını sizə tanıdım. Kimdir o xain? Yəni onu tanıtdırmadan getməyə vicdanım yol vermədi. O xain budur, qarşınızda dayanmışdır. Zahir bəyi göstərir. Aha. Cənab zabit, yəni Zahir bəy deyir ki, nə deyirsən də? Mixailov deyir, buyur cənab. Əgər məni duelə çağırmaq istəsəz, duel bilirsiniz nədir uşaqlar? Duel iki şəxs qarşı-qarşıya dayanır belə, kim atəş atsa belə qarşı-qarşıya bir döyüş kimi bir şeydir. Dueldə ölən rus şairi də var. Deyir, buyurun canım, əgər məni duelə çağırmaq istəsəz, səfərimi bir gün təxirə sala bilərəm. Yəni deyir, mənlə təkbətək döyüş istəsəz, vuruş. Nəvab da deyir, cənab Zahir, o sizi duelə çağıra bilməz. Əgər onda kişilik olsaydı, yəni o heç kişi də deyil. Kişilikdən deyil. Vətəndaşlarına o cür alçaq böhtanlar yapışdırmazdı. Mirzə Ruhullah da deyir ki, mən bu şair bəyin satqın olduğunu çoxdan hiss eləmişdim. Şahmar da qışqırır, bəsdir siz bəylərin əlindən çəkdiyimiz. Şahmar onu öldürmək istəyir. Xəncərini sivirərək Zahir bəyi vurmaq istəyir. Zahir bəy adamların arxasında gizlənir. Deməli, Zahir bəyi öldürmək istəyən kimdir? Bunu yadda saxlayaq, testlərə düşmə ehtimalı ola bilər. Şahmar bəy Zahir bəyi öldürmək istəyir. Xurşudbanu da deyir, qoymayın oğlanı. Xurşudbanu icazə vermir. Möhnət Şahmarı tutub saxlayır. Xurşudbanu qoymur ki, o öldürsün. Şahmar qışqırır, bir qeyrətlər, möhnət, qoy bu köpək oğlunu isti-isti öldürüb. Xurşudbanu burada vulqarizmə yol verilib. Xurşudbanu deyir, onu öldürəcəksən, başqa bir Zahir bəy peyda olacaq. Yəni belə satqınlar həmişə var. Bir nəfəri öldürməklə iş aşmır. Zahir bəy deyir ki, siz millət İslamı badi fənaya verirsiniz. Yəni İslam millətini bada verirsiniz deyir. Eşidirsinizmi? Badi fənaya görürsünüz. Satqında hələ bir başqa bəhanələr gətirərək özünü düzə çıxarmağa çalışır. Din adından istifadə eləməyə çalışır. Xurşudbanu da deyir ki, bu satqın ağalar hələ millətlə dini bir-birindən ayıra bilmir. Yəni İslam dindir, amma bizim millətimiz isə Azəri milləti isə millətdir. Yəni bunları qarışdırır Zahir bəy. Hidayət xan daxil olur və onu görən kimi Xurşudbanından başqa hamı səhnədən çıxır. Demək, hamı çıxır, gedir. İndi Hidayət xan gəlir. Hidayət xan deyir, salam əmizadə, Xurşudbanu dinmir. Dinmirsən, amma mənim ürəyim dözmədi. Yenə gəldim. Xurşudbanu deyir, nə olub? Yoxsa mənim çəkdirdiyim arxı uçurdub dağıtdığına görə ürəyin nazilib. Hidayət xan deyir, yox əmi qızı, ürəyimi kövrəldən sənin taleyindir. Oh, doğrudanmı? İstehsal lazım deyil Banu bəyim. Onsuz da çərxi dövran bizim əleyhimizə işləyir. Xanlıq getdi, mülklərimizin çoxu əlimizdən çıxdı. İgid Pənah xanın yurdunda biz 2 nəfər qalmışıq. Sən də ki, belə edirsən. Deyirlər, indi də bütün ata mülkündən, kəndlərindən əl çəkirsən. Nə üçün belə edirsən Banu bəyim? Çarın özü bizi tanıyır. Nə üçün bizi onun gözündən salırsan? Nə üçün xan babalarımızın şərəfini gedə-güdələrin ayağı altına alırsan Banu bəyim? Əmi qızı, indiyə qədər nə olub? Daha bəsdir, boş xəyallara uyub, özünü də, bizi də cümləyan içində bədnam elədin. Axı, nə işin var sənin siyasətlə? Niyə xalq deyib bardan yoxdan çıxırsan? Baxın, Xurşudbanının bu xalq deməyini biz bir qədər Oqtay Lavlı ilə də oxşada bilərik ki, o da xalq deyirdi. Xurşudbanu da xalq deyir. Əslində Hidayət xanım deyir ki, yəni sənin nə işin var xalqla, azadlıqla, siyasətlə, nə işin var bu Cənubi Azərbaycan məsələlərindən? Zaten çərxi dövran bizim ziyanımıza işləyir, hər şeyimiz əlimizdən çıxıb, xanlıq dövrü gedib. Yəni yaxşı dövrlər gedib, indi pis dövrlərdir. Yəni deyir, niyə sən də belə edirsən? İndi də deyir, mal mülkünü dağıdırsan, əhaliyə verirsən. Niyə belə edirsən? Xurşudbanu da deyir, mən öz elədiklərimdən peşman deyiləm. Əgər bu dünyaya ikinci dəfə gəlsəydim, yenə də bu yolu tutardım deyir. Bu sənin qəti sözündür, qəti. Hidayət xan qalxır, deyir, qoy bir olan Allah bilsin ki, mən səni düşdüyün burulğandan çəkib çıxarmaq istəyirdim. Amma sən buna razı olmadın. Xurşudbanu da deyir ki, əgər sənin insanları burulğandan çıxarmaq haqqında düşünsəydin, Arazın o tayında boğulan Azərbaycanlıları bir dəfə də olsa sənin yadına düşərdi. Yəni Hidayət xan öz gəlirini, mənfəətini düşünən biridir. İstəyir Xurşudbanu da belə olsun. Və deyir ki, səni burulğandan çıxarmaq istəyirdim. Xurşudbanu ona deyir ki, yenə də görsüz Cənubi Azərbaycanlıları ön plana çəkir Xurşudbanu ki, sən deyir insanları burulğandan çıxarmaq istəsəydin, Arazın o tayındakı yazıq Cənubi Azərbaycanlıları düşünərdin. Daşdəmir gəlir. Sizə məktub var Banu bəyim. Məktubu verib çıxır. Hidayət xan deyir, heyf səndən Banu bəyim. Əlvida, dərindən nəfəs
nəfəs alaraq çıxır. Xurşudbanu məktubu həyəcanla açıb baxır. Mavi projektorun işığı, yəni indi o biz səhnədə ancaq Xurşudbanını görürük. Bir də işıq düşür Knyaz Xəsayin üzərinə, hansı ki burada deyil. Və o yazdıqca səsini eşidirik. Beləliklə hər şey məhv olub getdi. Knyaz Xəsay məktub yazıb Xurşudbanuya. Deyir ki, Banu bəyəm, indi məni bu uzaq yerə sürgün eləyiblər. Bu haqda da bir dənə qısa məlumat verim. Əsərdə ixtisarlar çoxdur deyə istəyirəm ki, ətraflı danışım. Knyaz Xəsay Dağıstana qayıdandan sonra o da Xurşudbanu kimi başlayır xalq üçün iş görməyə. Və həmişə xalq üçün iş görənlər millətçi adı ilə damğalanır. Necə Xurşudbanu qadındır, amma Xurşudbanunun da üzərində görürsüz ittihamlar var. Knyaz Xəsay da belə ittihamlar eləyiblər və onu millətçi damğası vurub deməli sürgün eləyiblər. İndi o sürgündədir artıq Knyaz Xəsay da Xurşudbanudan gördü, onun etdiyi əməlləri o da gedir öz Dağıstan xalqı üçün eləyir, Dağıstanlılar üçün eləyir, milləti üçün. Təhsil üçün adamlar göndərir, öz əhalisinə kömək eləyir, amma onu millətçi deyə, yəni öz millətini qoruyur deyə sürgün eləyirlər. Bu tilsimin bir sonu görünmür. Mən daha sürünmək istəmirəm Banu bəyəm. Zənn edirəm ki, buna sən də razı olmazdın. Deyir, məni sürgün eləyiblər, amma mən də belə yaşamaq istəmirəm, sən də razı olmazdın. Əlvida, heç olmasa sən möhkəm dayan Banu bəyəm. Məktubu zərfə qoyaraq qalxıb tapancanı götürür, ürəyinə diriyir. Yəni bu arxa fonda sanki biz onu görürük səhnədə, dram əsəri olduğuna görə göstərmə əsasında yazılır. Ateş açılanda Knyazın üzərinə düşən işıq sönür, Xurşudbanu dəhşətlə qışqırır. Xurşudbanu deyir, Knyaz, Mirzə Ruhullah həyəcanla daxil olur. Deyir, Knyaz burada yoxdur Banu bəyəm. O nə güllə idi Mirzə? Hidayət xan tapanca ilə saxsağana güllə atırdı. Deməli, eyni vaxtda həm də Xurşudbanunun yanında güllə səsi gəlir. Bu da həm də orada Knyaz Xəsayin intihar eləyir də. Sanki Xurşudbanu güllə səsini eşidəndə deyir, o nə güllə idi? Hidayət xan tapanca ilə deyir, saxsağana güllə atırdı. Vurdu, vurdu. Niyə vururdu? Axı deyirlər, o xeyir xəbər gətirən quşdur. Yəni saxsağan. Onlar bu dünyaya xeyir xəbərləri vurmaq üçün gəliblər. Banu bəyim, Xurşudbanu deyir, Mirzə, zəhmət olmasa Daşdəmirlə bəyimi buraya göndər. Mirzə Ruhullah çıxır, çox dərli pauza, musiqi, Daşdəmirlə bəyim gəlir. Xurşudbanu deyir, 3 ildən artıqdır ki, siz mənim sarayımda xidmət edirsiniz. O da mənə məlumdur ki, bir-birinizi istəyirsiniz. İndi daha vaxtdır ki, özünüzə ailə qurasınız. Mən bu gündən sizi azad edirəm. 2 pul kisəsi çıxarıb hərəsinə birini verir. Bəyim deyir ki, oh Banu bəyim, mən ölənəcən sizə xidmət eləmək istəyirəm. Xurşudbanu da deyir ki, daha mənə xidmətçi lazım deyil bəyim. Gedin, ləyaqətlə yaşayın. Gedin, kəndlərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşudbanunun kəndi, torpağı yoxdur. Deyin ki, mən Xurşudbanu Natəvanı bu əzablı yolları onlarla birlikdə gedəcəm. Əsər Xurşudbanunun bu formada sözləri ilə bitir. Deyir ki, daha Xurşudbanunun kəndi falan yoxdur. Gedin kəndlərə deyin ki, mən daha vergi verməyəcəm. Xidmətçilərini də azad eləyir. Deyir, mən bu əzablı yolları onlarla birlikdə gedəcəm. Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir. Burada əsərin sonunda gələcəyə nikbin inamla əsərimiz tamamlanır. Deməli, mən burada əsərin orijinalından da sizə bacardığım qədər əlavələr eləyib izah etməyə çalışdım. Ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar, sağ olun.